Doktor, börək köçürülməsi dializdən nə ilə fərqlənir? Dializ böbrəyi əvəz edən bir aparatdır və həftədə 3 dəfə saatlarla bu seansda oturmaq məcburiyyətində qalırsınız. Köçürülmüş böbrək isə fizioloji həyatdır. Daim sizin bədəninizdə işləyən bir yeni böbrəyiniz var, həyatınız daha sərbəstdir. Bəs dializdən köçürməyə qədər mərhələ necə olur? Dializ müvəqqəti bir mərhələdir. Transplantasiyadan öncə xəstələr dializə qoşulurlar. Əlbəttə hamısı yox, amma böyük əksəriyyəti. Və bu müddət ərzində sizin vaxtınız olur ki, transplantasiya əməliyyatına hazırlanasınız. Siz, donorunuz hazırlanırsınız, ondan sonra uyğun bir gün seçilir və transplantasiyaya girmiş olursunuz. Dializdə olan hər pasiyentə köçürülmə icra etmək olarmı? Xeyr, hər pasiyentə böbrək köçürmək olmur. Burada xüsusi seçilmiş pasiyentlər olmalıdır. Yəni sizdə ağır ürək xəstəliyi olmamalıdır, uzun müddət davam edən onkoloji xəstəliyiniz olmamalıdır, davamlı infeksiyanız olmamalıdır. Yəni bunlar varsa, həmin şəxslərə transplantasiya icra etmək mümkün deyil. Bəs börək köçürülmədən sonra həyat eyni davam edirmi? Eyni deməzdim, amma daha keyfiyyətli davam edir. Yəni dializdən asılı qalmaqdansa transplantasiya olunmaq daha ucuz yoldur və daha sərfəlidir həyat üçün. Çünki dializ müvəqqəti bir şeydir, amma transplantasiya sizə həyat verir. Siz daimi nəzarətlə, yəni öz dərmanlarınızı qəbul etməklə, hətta yəni səyahətlərə belə gedə bilirsiniz.